Bu qiymətə yeni yasamalda belə bir mənzil tapmaq qeyri-mümkündür. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində mansard olmasına baxmayaraq mənzilin tavanları düzdür. Dəyərli izləyicilər, bu mənzilin qiyməti haqqında sonda məlumat verəcəm, izləmədə qalın. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi çıxarışdır, yəni kubcadır. İsitmə sistemi kombidir, binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına, məktəbə və bağçaya çox yaxın bir ərazidə yerləşir. Bir də onu xatırladım ki, bu mənzil bütün mebelləri və texniki avadanlıqları ilə birlikdə bu qiymətə satılır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan, qanuni 2 otaqlı, tam təmirli, sənədi kubcu olan, qazı, suyu, işığı daimi olan bir mənzildir. İsitmə sistemi kombidir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Bu mənzilin qiyməti 117 min manatdır. Əvvəldə də demişdim, bu qiymətə belə bir mənzil Yeni Yasamalda tapmaq qeyri-mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.